Bugünkü mövzumuz sıla-i rahim, yəni qohumlar ilə əlaqə haqqında, qohumlar ilə sıx əlaqədə olmamız haqqında danışacağım inşallah. Bildiyimiz kimi bütün peyğəmbərlərin ortaq dəvəti la ilahə illallahdır. Elə bir peyğəmbər yoxdur ki, o kəlməni deməsi üçün göndərilməmiş olsun. Dəyərli qardaşlar, baxın, Allah Azze ve Celle qohumlarla əlaqəni saxlamağı bizə fərz etmişdir. Bunda heç bir ixtilaf yoxdur. Bu ümmətdə bütün alimlər icma ediblər ki, bəli, müsəlmanlar qohumları ilə əlaqəsi güclü olmalıdır. Bu əlaqəni qoparmaq, kəsmək haramdır və böyük günahlardandır. Dəyərli qardaşlar, Allah Azze ve Celle Kur'an-ı Kerim'de Nisa suresinde buyurur ki وَعْبُدُ اللّٰهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَبِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ إِلَى آخِرِ الْآيَةِ. Bakın değerli kardeşler, okuduğumuz ayette Allah Azze ve Celle en birinci önemli olan tevhidi emredir. Allah buyurur ki Allah'a ibadet edin. Ona heç bir şeyi ortak koşmayın. İkinci yerde ise tevhide bağlandığı şey ise وَبِالْوَالِدَيْنِ إِحْسَانًا valideynlərə də yaxşılıq edin. Baxın değerli kardeşler, okuduğumuz ayette üçüncü yerde ise Allah Azze ve Celle qohumlara yaxşılıq etmeyi emredir bize. Buyurur ki, Allah buyurdu ki, ona ibadet edin, heç bir şeye ortak koşmayın. Valideynlərə, qohum əqrabaya, yetimlərə, miskinlərə və ayette sayılır, onlara yaxşılıq edin. Değerli kardeşler, qohumlarla əlaqə saxlamaq dedik ki, hər birimizin üzerine fərzdir. Burada şək şübhə yoxdur. Və bu elə bir əmirdir ki, bütün peyğəmbərlərin gətirmiş olduğu şəriətdə bu əmir var idi. Baxın, Uca Allah Kur'an-ı Kerim'de buyurur ki وَاِذْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ لَا تَعْبُدُونَ إِلَّا اللّٰهَ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ إِلَى آخِرِ الْآيَةِ. Allah Azze ve Celle buyurur ki, elə ki biz İsrailoğullarından möhkəm əhd almışdıq ki, sadəcə Allah'a ibadet edeceksiniz, valideynlərə yaxşılıq edeceksiniz, qohum əqrabaya, yetimlərə və miskinlərə yaxşılıq edeceksiniz deyə möhkəm bir əhd aldıq deyir. Bu ayətdən də görürük ki, değerli kardeşler, bizdən əvvəlki ümmətlərin hər birində sıla-i rahim, qohumlarla əlaqəni kəsməmək əmr olunur. Möhtərəm müsəlmanlar, dediğimiz mövzu o kadar önemlidir ki, çox təəssüflər olsun ki, bəzən müsəlmanlar bu məsələdə qəflətə düşürlər. Bəlkə də bizim burada hal-hazırda olduğumuz məsciddə belki de insanların yarıdan çoxu öz qohumları ilə problemləri vardır, danışmırlar. Halbuki değerli kardeşler, birazdan oxuyacağımız ayətlərdə görəcəyik ki, qohumluq əlaqələrini kəsənləri Allah Azze ve Celle lənətləmişdir. Və onların ibadətlərinin də qəbul olmasına əngəldir. Değerli kardeşler, və həmçinin bu elə bir mövzudur ki, insanın imanı kamil olur. Eğer aramızda qohumluq əlaqəsində problem olan varsa, bilsin ki, onun imanı kamil değil. Çünkü Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, "Men kana yu'minu billahi vel yevmil ahir felyasil rahimeh." Kim Allah'a ve ahiret gününe iman getiripse, qohumlarla əlaqəsini güclü tutsun, onları kopatmasın. Bakın değerli kardeşler, bu imandandır. Hatta başka bir hadiste ise, sahih bir hadiste ise Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, "La yedhulul cennete qati'." Qohumlarla əlaqəni kəsənlər cənnətə girməzlər. İmam Nevavi və bir çox alimlər bu hadisi açıqlayıb deyirlər ki, kim belə edərsə, onlar ilk cənnətə gedən kimsələrlə bərabər olmayacaq. Cənnətə girəcəklər, lakin çox uzun bir süre sonra. Möhtərəm müsəlmanlar, həqiqətən də bu aramızda bir çoxumuzun qəflətdə olduğu bir hadisədir. Baxın, insanlara soruşduğun zaman nə üçün qohumlarınla danışmırsan, küsülürsən,
hər bir bəhanə gətirəcək. Təbii ki, heç bir səbəbsiz bu olmaz. Mütləq orada iki tərəfdən biri xəta etmişdir, zülm etmişdir. Lakin bütün bunlar dəyərli qardaşlar, qohumlarla əlaqəni kəsməyə heç də səbəb olmalı deyildir. Baxın, İmam Buxar və Müslim rivayət etdiyi hədisdə Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, İnna Allaha xalaqal xalqa hatta izə fərğə minhum qamətər rahim fəqalət. Allah Resulü aleyhi salatu və səlləm buyurur ki, elə ki Allah azze və cəllə məxluqatı yarattı. Biz bilirik ki, dəyərli qardaşlar, Allah azze və cəllə hələ biz bu dünyaya gəlməmişdən öncə ruhlar aləmində Adəm Peyğəmbərdən ilk insandan sonuncu insana qədər bütün insanların ruhlarını yaratmışdır. Və onlara ələstü bi rabbikum, mən sizin Rəbbiniz deyilmi deyə sual vermişdir. Onların hər biri də bəli ey Rəbbimiz, sən bizim Rəbbimizsən demişdilər. Baxın dəyərli qardaşlar, bu hədisdə isə Allah Resulü buyurur ki, elə ki Allah azze və cəllə məxluqatı yarattı və yarattıktan sonra Allah azze və cəllə qohumluq əlaqəsini danışdırdı. Və o dedi ki, ey Rəbbim, bu məqam sənə qohumluq əlaqəsini kəsməkdən sığınanların məqamıdır. Allah azze və cəllə buyurdu ki, sənə elə bir şey verəcəyəm ki, ona razı olarsanmı? Kim səni kəsərsə, səni qopararsa, qohumlarla əlaqəni kəsərsə, mən də rəhmətimi ondan kəsərəm. Kim səninlə bağ bağlayarsa, qohumlarla əlaqəsini kəsməzsə, mən də onlara rəhmətimi verirəm deyir. Və bundan sonra dəyərli qardaşlar, Rasulullah sallallahu aleyhi və səlləm dedi ki, buyurdu ki, əgər istəyirsinizsə, bu ayəti oxuyun. Və Rasulullah sallallahu aleyhi və səlləm bu ayəti oxudu. Allah buyurur ki, فَهَلْ عَسَيْتُمْ اِنْ تَوَلَّيْتُمْ اَنْ تُفْسِدُوا فِي الْأَرْضِ وَتُقَطِّعُوا أَرْحَامَكُمْ. Yoksa siz başa gəldikdə və ya siz üz çevirdikdə yeryüzündə fitnə fəsad törədib qohumlarla əlaqəni qoparmaq mı istəyirsiniz? Baxın, bu ayətdə müfəssirlər deyirlər ki, diqqət edin bu ayəyə. Allah azze və cəllə ilk növbədə fitnə fəsad dedi. Sonra o fitnə fəsadın içərisində özəlliklə qohumlarla əlaqəni kəsməyə zikr etdi. Bu, ərəb dillərlər yaxşı bilər ki, bu bəlağatda bir üslubdur. Nə də ki, biz oxuyuruq Quran-ı Kərimdə Tənəzzəlül mələikətü və ruhu, o gün, yəni Qədir gecəsi mələklər və ruh təbii ki, Cəbrail əleyhissalamdır və o da mələklərdəndir. Allah buyurur ki, mələklər və Cəbrail əleyhissalam enər o gün, o gecə. Nəyə görə bu zikr olundu? Çünki Cəbrail əleyhissalam mələklərdən olmasına baxmayaraq məqam cəhətdən onlardan daha üstündür. Və həmçinin burada Allah buyurur ki, yoxsa siz üz çevirib yer üzündə fitnə fəsad törəşdikdən sonra qohumlarla əlaqəni kəsmək istəyirsiniz. Baxın, bu ayətdə Allah bizə xəbər verir ki, fitnə fəsad içərisində ən şiddətlisi, ən böyüyü olan qohumlarla əlaqəni kəsməkdir. Təbii ki, dedik ki, qohumluq əlaqəsi hər bir müsəlmanın üzərinə fərzdir, bunda şək şübhə yoxdur. Və bir müsəlmanlar bu haqda çox düşünməliyik. Kimlər ki, qohumlarla əlaqəni kəsirsə, o kimsələr Allahın rəhmətindən uzaq olan kimsələrdir. Və təbii ki, qohum əlaqəsi kimlərə aiddir, dəyərli qardaşlar? Bu, müsəlman kişi və yaxud da qadın fərq etməz, ata və ana tərəfindən olan kimsələrdir. Yəni, bir insanın atası, babası, onun əmisi, əmi övladları, qardaşı, bacısı və onun övladları, bütün bunlar sıla-i rəhmə daxil olur. Həmçinin də ana tərəfdən onun babası, nənəsi və bu şəkildə onun dayısı, xalası, bibisi, bunlar hamısı qohumluq əlaqəsində girən kimsələrdir. Dəyərli qardaşlar, bu mövzu həqiqətən də çox önəmlidir və biz müsəlmanlar gərək nəfsimizə qalib gəlib bu məsələdə diqqətli olub qohumlarla əlaqəni düzəltməliyik. Qohumlarla əlaqəni düzəltmək sadəcə bayramdan bayrama deyildir. Allah qorusun, bu çox təhlükəli bir şeydir. Baxın, olmuş bir hadisə vardır. Bir imam qohumlarla əlaqəti haqqında danışıb, xutbə verib, gözəl söhbət edibdir. Lakin xutbə bitdikdən sonra, namaz qıldıqdan sonra
2 nəfər ağlaya-ağlaya uzaqlaşıb havada qalıblar. Soruşur ki, bunlar kimdir? Dedilər ki, bunlar əmi oğludurlar, 40 ildir ki, danışmırlar. Və 40 ildir ki, cümə namazına məscidə gəlirlər, bir-birlərinə belə salam vermirlər. Bu hadisədən 3 gün sonra məsciddə cənazə namazı qılınır və öyrənir ki, o barışan əmoğullarından biridir. Subhanallah. Baxın, dəyərli qardaşlar, nə qədər ki, biz ölməmişik, dünya həyatındayıq, bu məsələdə nəfsimizə qalib gəlməliyik. Yoxsa əks halda o ölərsə, qarşı tərəf haqqında halalı olmazsa, o zaman dəyərli qardaşlar ziyanı düşənlərdən olur. Və həmçinin başqa bir hədisdə, İmam Müslimlə rəvayət hədisdə Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, bir nəfər gəldi dedi ki, ey Allahın Peyğəmbəri, mənə cənnətə yaxınlaşdıracaq, cəhənnəmdən uzaqlaşdıracaq bir əməl haqqında xəbər ver. Mən ona edim. Allah Resulü aleyhissalatu vesselam buyurdu ki, Allah'a ibadət et, ona heç bir şey ortaq qoşma. Namaz qıl, zəkat ver və qohumlarla əlaqəni güdülü sağla. Ondan əlaqəni qopartma. Və bundan sonra Allah Resulü buyurdu ki, o adam getdikdən sonra əgər o bu deyilənləri yerinə yetirərsə, o cənnətə girəcəkdir. Subhanallah. Dəyərli qardaşlar, həqiqətən də bu çox önəmli bir mövzudur. Bəzən insanlar deyirlər ki, axı mənim qohumum mənə zülm etmişdir və yaxud da mənə haqsızlıq etmişdir, mənə hər hansı bir şey etmişdir, bu mənə haqq qazandırır ki, ondan danışmayın. Halbuki dəyərli qardaşlar, bunların heç bir haqq qazandırmaz. Çünki bu haqda Rasulullah sallallahu aleyhi ve sellem bizə xəbər verir. Buxarinin rəvayət etdiyi səhih hədisdə Allah Resulü buyurur ki, qohumlardan gələn yaxşılıqlara misli ilə rəftar etmək, bu sıla-i rahim, qohumlarla əlaqəni gücləndirmək deyildir tam mənasında. Yəni, bəzi insanlar qohumları onlara yaxşılıq etdiyi zaman yaxşılıq edər. Onları axtardığı zaman axtararlar. Birinci dəyərli qardaşlar, Allah Resulü buyurur ki, bu həqiqi mənada tam olaraq sıla-i rahim, yəni qohumlarla əlaqəni güclü saxlamaq üçün bir şey deyildir. Allah Resulü hədisinin ardında deyir ki, əsl həqiqətdə sıla-i rahim o kimsədir ki, qohumları ondan əlaqəni kəsərlər, onlar isə qohumlarla əlaqəni gücləndirmək istəyən kimsələrdir. Dəyərli qardaşlar, həqiqətən də bu çox önəmli bir mövzudur. Və bilirəm ki, bir çox insana bu nəfsinə ağır gəlir. Aramızda bəlkə elə insanlar var ki, illərdir danışmır öz qohumları ilə. Həqiqətən böyük bir günahdır və bunun böyük günah olmasında heç bir ixtilaf yoxdur, ən böyük günahlardandır. Onun üçündür ki, gəlin dəyərli qardaşlar, nəfsimizə qalib gələlim və o qohumlarımız hətta xəta etsələr belə onlarla ünsiyyət qurub və Allahın bizə əmr etdiyi şəkildə onlarla əlaqəmizi gücləndirəlim. Hətta Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, miskinə sədəqə vermək bir savabdır. Lakin qohuma sədəqə vermək 2 savabdır. Birinci, qohum miskin olduğu üçün sən ona sədəqə verdin, savab qazandın. İkincisi, qohumun olduğu üçün sıla-i rahim etmiş oldun. Onun üçündür ki, buradan açıq şəkildə deyir ki, dəyərli qardaşlar, öz zəkat mallarımızı hansısa cəmaata, hansısa şeyhlərə deyil, öz qohumlarımızdan başlayaraq onlara verin. Çünki bu, Rasulullah sallallahu aleyhi və səlləmin bizə öyrətmiş olduğu sünnətidir. Bir müsəlmanın qohumu ehtiyac halında qala-qala gedib hardansa uzaq diyardan müsəlman axtarmalı deyil ki, zəkatının sədəqəsini ona versin. Sıla-i rahim, qohumlarla əlaqəni yaxşı tutmaq biz və bizdən əvvəlki bütün ümmətlərə əmr olunan bir şeydir. Və bu əlaqəni kim kəsərsə, bilsin ki, bu ən böyük günahlardandır və Allah qorusun Allahın rəhmətindən də uzaq düşməkdir. Elə ibadətlər var ki, o ibadətlərin qarşılığını siz bu dünyada gözləməli deyilsiniz. Çünki onun qarşılığı sadəcə biz Allahdan qiyamət günü gözləyirik. Lakin bu da bir ibadətdir ki, müsəlman öz qohumların əlaqəsini yaxşı saxlayar, onları axtarar, halını soruşar. Bu da bir ibadətdir. Lakin bu ibadətdə onun əcrini, onun savabını bu dünyada da gözləmək caizdir. Çünki Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, kim
ömrünün uzanmasını və ruzisinin artmasını istəyirsə, qohumlarla əlaqəsini düzəltsin. Baxın, dəyərli qardaşlar, bu səhih bir hədisdir. Və həqiqətən də bunu yoxlayıb görəcəksiniz. Bir insan öz qohumları ilə əlaqəsini yaxşı tutarsa, Allah Azza və Cəllə onun ömrünə bərəkət verər və ona ruzisini genişləndirir. Onun sözü ki, dəyərli qardaşlar, bu məqamda çox diqqətli olmalıyıq. Allah Azza və Cəllə bizi sözün ən gözəlini eşidib, onunla əməl edən qullarından etsin.